8-ci dəfə həbs olunan, bəli, 8-ci dəfə 65 yaşlı siyasətçi Tofiq Yaqublu 1 aprel, yəni bugündən azlıq aksiyasına başlayıb və həbsxanadan məktub göndərib ki, mən artıq 65 yaşımın içindəyəm. İlham Əliyev məni 74 yaşında azadlığa buraxmağı fikirləşir. Ona da hələ yaşasam. Azərbaycan xalqı, Tofiq Yaqublu kimdir? Tofiq Yaqublu sənin övladının haqqını tələb edən bir Azərbaycanın, bəli, qazisi idi. Bəli, qazisi idi. Birinci Qarabağ savaşında döyüşmüş qazidir. 65 yaşı var. İlham Əliyev onu 8-ci dəfə həbs elədi, şərlədi. Niyə? Çünki İlham Əliyevin yeganə rəqibidir. İlham Əliyevin ən çox qorxduğu və yeganə rəqibi Tofiq Yaqubludur. Niyə? Çünki Tofiq Yaqublu heç vaxt İlham Əliyevin qarşısında əyilmədi, sınmadı, pula satılmadı. Və buna görə 65 yaşlı Tofiq bəyi İlham Əliyev 8-ci dəfə həbsə atıb və bugün azadlığa çıxmaq üçün azlıq aksiyasına başlayıbdır. Azərbaycan xalqı, bəs sən Tofiq Yaqublu'nun azadlığını tələb edəcəksənmi? Axı Tofiq Yaqublu sənin övladın üçün mübarizə aparırdı. Bugün 65 yaşı var, siz təsəvvürsünüzmü? 65 yaş və ömrünün 8 dəfə həbs yatıbdır. Ömrünün yarısından demək olar ki, yarısını bu adam ümumi o 8 dəfə həbsə hesaplasan, 5 il, 6 il, nə bilim neçə il, üstünə də bu 8 il gəlsən, ömrünün yarısını bu adam siz xalq üçün həbsxanada keçib. Atalar həqiqətən düz deyir, el üçün ağlayan iki gözündən olar. Bu xalq, bu qorxaq xalq üçün Tofiq Yaqublu öz həyatını qurban verdi. Bəs siz qorxaq xalq, İlham Əliyevin köləsinə çevrilmiş xalq, çurban xalq, İlham Əliyevin qoyun sürüsü, bəs Tofiq Yaqubluya azadlıq tələb eləyəcəksinizmi? Yaxşı, başa düşdük ki, Azərbaycanda qorxursunuz, səsinizi, götünüzün qorxusundan səsinizi çıxarmağa qorxursunuz. Bəs Avropada yaşayanlar, Amerikada, Kanadada yaşayanlar, Avropaya gəlib, mən İlham Əliyevin əlindən gəlmişəm, onun əlindən qaçıb gəlmişəm deyib, siyasi sığınacaq alanlar, bax, mən Manaf Cəlizadə elə bugündən start verirəm. Gəlin, Avropadakı bütün Azərbaycan səfirliklərinin önünə Tofiq bəyin plakatlarını çıxarağın, digər qadın, o həbsdə olan Abzas Medianın, Meydan TV'nin, Toplum TV'nin qadın jurnalistlərinin şəkillərini çıxarın. Gəlin, bax, məsələn, mən İsveçrədə yaşayıram. İsveçrədə Berin şəhərindədir Azərbaycan səfirliyi. Gəlin, çıxağın, Tofiq Yaqublu və digər jurnalistlərin şəkillərinlə onlara azadlıq tələb eləyəyin. Kimin göt satacaq bunu eləməyə? Avropada yaşayanlar. Gəlmirsən, özünə gözəl şərait qurumsan, oturum almışsan, işləyirsən. Söyüş qoymumu gəlməyəni? Anabacı söyüş mü qoymumu gəlməyəni? Bütün Avropada yaşayanlar, səfirlərin qabağına, siz də gəlin, mən də gəlirəm, aclıq aksiyasına başlayın, aksiyalara başlayın. Yetər artıq ya. Adamın 65 yaşı var. Ömrünün yarısını İlham Əliyevin zindanlarına keçirir. Kimin üçün keçirir? Siz xalq üçün keçirir da belə. Tofiq Yaqublu nə deyirdi? Deyir, qazilər intihar eləyir. İlham Əliyevin ucubatından, baxımsızlığından, diqqətsizliyindən, hörmətsizliyindən. Tofiq Yaqublu nə istirdi? Azərbaycanda uşaqlar uşaq pulu alsın da, qardaş. Normal, siz yaşlılar, normal pensiya alın da, ayda 200-230 manat pensiya almayın. Normal yaşında insan kimi yaşın. Tofiq Yaqublu nəyə tələb edirdi? Deyirdi ki, neftdən gələn, qazdan gələn gəlirlər xalq arasına bölünürsün. Tofiq Yaqublu nə istirdi? Amma siz xalq, Tofiq Yaqublu'ya bircə dəvr olsun azadlıq tələb eləmədiniz. Azərbaycanda yaşayanlar, yapışdırın da küçələrə, divarlara, nə bilim, şoselərə, hər yerə Tofiq bəyin şəklini çıxarın, yapışdırın da. Altından yazın azadlıq, Tofiq bəyə azadlıq. Bunu eləmək üçün nə lazımdır? Sizə nəsə pul istəyirik biz. Bir balaca göt lazımdır, cəsarət lazımdır. Görək kimdə olacaq o göt?